Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün dondurma dadında, ağızda yağ kimi əriyən qaymaqlı piroq hazırlayacağım. İnanın xanımlar, o qədər ləzzətli alınır ki, süfrəyə qoyduğu an bitəcək. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 5 ədəd yumurta, 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də 1 dolu stəkan şəkər tozu əlavə edib mikserlə ağarana qədər qarışdırıram. Qeyd edim ki, yumurtalar otaq temperaturunda olmalıdır. Onun üzərinə 1 ədəd qabartma tozu tökürəm və onu ələklə yumurtanın üzərinə ələyirəm. Onu hissə-hissə ələyib, çırpıcı ilə aşağıdan yuxarı istiqamətdə astaca qarışdırıram. Bu xəmir üçün 200 ml stəkanla stəkan yarım undan istifadə etdim. Bir yemək qaşığı kakao tozu tökürəm. Onu da ələkdən keçirirəm. Beləcə gördüyünüz kimi yenə də astaca qarışdırıram. Biraz qarışdırdıqdan sonra içərisinə yarım stəkan isti su tökürəm. İsti su əlavə etdikdə piroqdan yumurta iyi gəlmir, həm də çox yaxşı qabarır. Belə bir xəmirimiz alınır. Xəmiri əvvəlcədən yağlı kağız qoyulmuş soba listinin içərisinə tökürəm. Xəmiri spatula vasitəsilə soba listinin hər tərəfinə gələcək şəkildə yayıram. Daha sonra əvvəlcədən qızdırılmış 160 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Qeyd edim ki, piroqu bişirən zaman sobanı açmaq lazım deyil. Artıq mənim piroqum bişib hazırdır. Qabdan çıxarıram və bir kənara qoyuram ki, tamamilə soyusun. Piroq tam soyuduqdan sonra qabın ölçüsünə uyğun olaraq kəsirəm və qabın içərisinə yerləşdirirəm. 1 stəkan qaymağın üzərinə 2 çay qaşığı qatılaşdırılmış süd əlavə edib qarışdırıram. Mən 10% qaymaqdan istifadə etdim, yağlılığı az olsun deyə. Daha sonra qaymağı piroqun üzərinə tökürəm. Bir stəkan qaymağın üzərinə isə bir paket krem şanti tökürəm. Mən çiyələkli krem şantidən istifadə etdim. Zövqə görə sadə krem şanti də istifadə edə bilərsiniz. Yaxşıca qarışdırıram. Daha sonra kremi piroqun üzərinə töküb hər tərəfinə gələcək şəkildə yayıram. Piroqun qalan hissəsini də tən yarıya bölürəm və kremin üzərindən yerləşdirirəm.
Yenə də piroqun üzərindən qatlaşdırılmış süd və qaymaq qarışımını əlavə edirəm. Kremin qalan hissəsini də sıxma torbasına töküb bu qayda ilə piroqun üzərinə əlavə edirəm. Beləcə hazırladıqdan sonra piroqu soyuducuya qoyuram və bir gün soyuducuda saxlayıram. Ertəsi günü isə soyuducudan çıxarıb kəsirəm. Əziz xanımlar, əgər siz də mənim piroqumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.